Kombinizin ömrünü özünüz qısalda bilirsiniz. Əgər sizlər də bu 3 səhvi edirsinizsə, kombinizin ömrünü qısaldırsınız. Onun üçün videoyu diqqətlə və axıra qədər izləyək ki, kombimizin ömrünü qısaltmayaq və uzaldaq. Birinci ən böyük edilən səhvlərdən biri suyun təzyiqinin çox vurulmasıdır. Misal, kombimizin 1,5 atmosferdə təzyiq olması lazımdır. Biz onu 2,5-3 atmosferə qədər gətiririk və bu səbəbiylə 3 bar emniyet ventili su sızıntısı baş verir. Bu sızıntısı tədricən digər detallara da təsir edir və beləliklə kombimizə zərər dəymiş olur. İkinci ən böyük edilən səhvlərdən biri filtrə təmizliyi. Hər kombinin altında kombi bağlantı setində filtrlər olur. Biz əgər filtrin təmizliyini hər il həyata keçirməsək, beləliklə radiatorlarımıza istədiyimiz istiliyi əldə edə bilməyəcək və bununla bərabər kombimizin eşanjörünə sudan yaranmış, çöküntüdən yaranmış palçıqları, qumları, çöküntüləri radiatorumuzun içinə yığılmasına və bu da eşanjörlərimizin tıxanmasına səbəb olacaq. Mütləq şəkildə filtr təmizliyini həyata keçirin. Üçüncü, ən böyük səbəblərdən biri də odur ki, havalandırma sistemi, yəni baca sisteminin düzgün olmaması. Əgər baca sistemi düzgün olmazsa, alovlaşma düzgün getməyəcək. Əsasən də isti su istifadə edilən vaxtda kombimizdən anormal səslər meydana gələcək. İstənilən yanılan istiliyi çölə ata bilmədiyinə görə kombimiz sönəcək və yenidən işə düşəcək. Və yaxud fanımız çox çirkli olduğu zaman. Sizlər də kombinizin ömrünü uzatmaq istəyirsinizsə, bu 3 səhvi əsla etməyin.